Azərbaycanın əməkdar artisti, Planet Parnis Baku, KVN teatrının bədii rəhbəri Tahir İmanov jurnalistləri təhqir edib və öz aləmində media nümayəndələrinə aşağılacağı ayama qoşub. Publika az Yeni Sabaha istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Aktyor vida və dəfn mərasimlərində çəkiliş aparan jurnalistləri qəbjur adlandırıb. Əgər yadınızdadırsa, Cabir dünyasını dəyişəndə mən bir çoxlarına müraciət etdim ki, hörmətli jurnalistlər, hər halda onlar özlərini belə adlandırır. Ona görə mən də belə dedim. Xahiş etdim ki, qəbri çəkməyin, qəbrin içinə girməyin. Amma görürəm ki, bu mövzu hələ də gündəmdədir, hələ də aktualdır. Bəzi jurnalistlər hələ də mənim xahişimi yerinə yetirmir. Qəbristanlıqda şəkil çəkən jurnalistlər. Biz onlara qısaca olaraq qəbjur deyək. Həmin o qəbjurlara yenə də müraciət edirəm ki, mənim ailəmin şəxsi həyatına daxil olmayın. Tahir İmanov jurnalistlərlə heç bir əlaqə qurmaq istəmədiklərini bildirib. Bütün saytlardan xahiş edirik ki, konsertlərlə, yeni layihələrlə bağlı bizə zəng vurmayın. Biz tərəfə baxmayın. Bizim xətrimizə elə dəymisiniz ki, sizinlə heç bir münasibət və əlaqə qurmaq istəmirik. Zəhmət olmasa, Allah rızası üçün bizdən heç nə yazmayın. Gedin öz qalmaqallı mövzularınızla məşğul olun. Bayağı musiqiçiləri, bayağı mahnıları. Ay nə bilim, o bundan boşandı, o bununla birləşdi, o filankəsin toyuna getmədi, bu filankəsin qardirobu, filankəsin maşını, filankəsin qızı kimi mövzularla davam edin. Ümumiyyətlə, sizinlə ünsiyyət qurmaq istəmirik. Bəzi istisna saytlar var. Bu haqda da özümüz sizlə danışacağıq.